Gəncəli alpinist Mahir Hüseynov Qərb bölgəsinin ən yüksək zirvələrindən biri olan Qoşqar dağına qış zirvə yürüyüşü həyata keçirib. Şaxta və sıx dumanın müşahidə etdiyi çətin hava və mürəkkəb relyef şəraitində baş tutan yürüyüş uğurla tamamlanıb. Gəncə Xəbər Aza bu barədə idmançı məlumat verərkən bildirib ki, yürüyüşə Daşkəsən rayonunun Qaraqollar kəndində start verilib. O sərt qış şəraitinə baxmayaraq 3361 metr hündürlüyündə yerləşən Qoşqar zirvəsinə çatmağı bacarıb. Marşrut daha sonra Xoşbulaq kəndinə enişlə davam etdirilərək uğurla başa çatdırılıb. Bu yürüyüşün əsas məqsədi Qərb bölgəsində dağ turizminin inkişafına töhfə vermək, yeni marşrut yollarını kəşf etmək və regionun turistik potensialını artırmaqdır. Mahir Hüseynovun sözlərinə görə Gəncə Daşkəsən bölgəsi dağ turizmi üçün böyük imkanlara malikdir və bu istiqamətdə yeni marşrutların müəyyənləşdirilməsi gələcəkdə daha çox turist və dağ həvəskarını bölgəyə cəlb edə bilər. Qeyd edək ki, Mahir Hüseynov ehtiyatda olan xüsusi təyinatlı qüvvələr mayoru, sabiq komando tabor komandiridir. O 2016-cı ilin aprelində baş tutan döyüşlərin, 44 günlük Vətən müharibəsinin, 2022-ci ildə keçirilən qisas əməliyyatının və 2023-cü il lokal xarakterli antiterror əməliyyatlarının qazisidir. Mahir Hüseynov xidmətləri zamanı Rəşadət ordeni və bir sıra medallarla təltif olunub. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra dağçılıqla məşğul olan Gəncəli idmançı hazırda Gəncə Daşkəsən regionunda dağ idmanlarının inkişafı istiqamətində fəaliyyət göstərir. O eyni zamanda yazıçıdır və 6 kitab müəllifidir. Yazdığı romanlar ingilis və italyan dillərinə tərcümə olunub və əsərləri əsasında filmlər çəkilir.